İpinin üstünə odun yığılmayacaq ölkə kimi Ermənistan özünü bir daha təsdiqləməkdədir. İllərdir Rusiyaya sığınan qonşularımız əvvəl Fransanın qucağına atılırdısa, indi okeanı üzüb keçərək Amerikanın qapısını döyür. Sülh danışıqlarını mütəmadi olaraq ləngitməsi nə qədər etibarsız olduğunu artıq bir fakt kimi ortaya qoyur. Erməni politoloq Vahə Ovanesyan Ermənistanın bir tərəfdən 3+2 formatına razılıq verib, digər tərəfdən isə Avropa missiyası ilə əməkdaşlığı daha genişləndirməklə nəyə nail olmaq istədiyini anlamadığını bildirib. Ekspertin fikrincə, hökumət bu addımları ilə ölkəni Qərb Rusiya qarşı durmasının epicentrinə çevirib. Doğrudan da Ermənistan öz sərhədlərinin mühafizəsi üçün digər ölkələrə müraciət edən yeganə ölkə hesab oluna bilər. İndiyədək sərhədlərini Moskvaya əmanət edən İrəvanın indi də Rus hərbçilərini Avropalılarla əvəzləmək səyləri bu ölkədən ciddi addım gözləntisini də sıfıra endirir. Onlar öz ərazisində kimi istəyirlər, dəvət eləsinlər. Amma onlar aydın məsələdir ki, bu halda Rusiya ilə Qərb arasında o qarşı durmanın daha gərgin fazasına gətirib çıxaracaqlar. Bu aydın şəkildə görünən bir məsələdir. Çünki Moskva dəfələrlə bəyan edib ki, o Qərbin bura müdaxiləsindən çox narazıdır. Bu günlərdə Azərbaycan 2 hərbçisinin qarşılığında Ermənistana 32 hərbçini təhvil verməklə növbəti dəfə humanizm nümayiş etdirib. Rəsmi Bakı digər məsələlərdə də qətiyyətini dəfələrlə bəyan edib. Ancaq İrəvanın bu bəyanatlara adekvat addımları adətən vaxtında atılmır. Müşahidə missiyasının mövcudluğu da sülh sazişinin təxirə salınmasında rol oynayan vacib faktorlardan biridir. Avropa həqiqətən real şəkildə istəyir ki, burada sülh və əminamanlıq yaransın. Onda belə o missiyaların göndərilməsi ilə onlar buna nail ola bilməyəcəklər. Onlar əslində əgər bunu real şəkildə istəyirlərsə, onda gərək bizə müəyyən şərait yaratsınlar. Biz stol arxasına əyləşib müxtəlif o əngəlləri aradan götürüb Ermənistanla saziş imzalayaq. Və Avropa missiyası bax bu formatda, bu kontekstdə heç bir köməklik göstərə bilməz. Bütün bunlar Ermənistanın etibarsız imicini daha da möhkəmləndirir. Həmçinin rəsmi İrəvan bu günlərdə Qranada formatını yenidən gündəmə gətirməklə prosesi dalana gətirmək niyyətini gizlətmir.